Yaşınız azdırsa və ya çoxdursa, əsla çəkinməyə ehtiyac yoxdur. 7 yaşında, 8 yaşında şagirdlər də var, 50 yaşında, 45 yaşında, 55 yaşında şagirdlər də var. Bilirsiniz ki, mənim bacım, yəni Ləman müəllim hal-hazırda Azərbaycandadır. Dünən şagirdlərinin göndərdiyi videolara baxıb geri dönüş edir. Şagirdlərə o qədər səlis şəkildə ingilis dilində fikirlərini ifadə edirdilər ki, hansı ki, bu şagirdlər başlayanda tam sıfır idilər. Yes, no-dan başqa heç nə bilmirdilər. Əgər sən də yes, no-dan başqa heç nə bilmirsənsə və düşünürsən ki, ingilis dilində heç vaxt danışa bilməyəcəksən, eləsə ekrana yaxın eləş, bu video sənin üçündür. Əvvəla yanlış düşünürsən. Mən bunu bacımın şagirdlərində müşahidə etdim. Ləman müəllimin hesabını etiketləyəcəm. Dərslərlə bağlı ətraflı məlumat üçün onun özünə yazın. Sıfırdan abituriyent qruplarına və speaking qruplarına qeydiyyat davam edir. Yaşınız azdırsa və ya çoxdursa, əsla çəkinməyə ehtiyac yoxdur. 7 yaşında, 8 yaşında şagirdlər də var, 50 yaşında, 45 yaşında, 55 yaşında şagirdlər də var. Öyrənmək üçün gec deyil. Ləman müəllimin hesabını etiketləyəcəm. Ətraflı məlumat üçün özünə yazın.